Salam uşaqlar, bugünkü mövzumuz düzbucaqlı koordinat sistemində iki nöqtə arasındakı məsafə. Səhifə 109, 110, 111, 112. Başlayalım mövzumuza. Uşaqlar, burada iki formadan istifadə edəcəyik. Üfüqi düz xətt üzrə məsafə, bir də şaquli düz xətt üzrə məsafə. Gəlin, iki dənə nöqtə götürüm, onun üzərində izah edim. Məsələn, bizə iki dənə nöqtə verilir. Deyirəm ki, hansı nöqtələr verilmişdir? Deyir ki, A nöqtəsi verilir. 4'ə 1, 2, B nöqtəsi verilir. -1'ə 2. Deyir ki, bu iki nöqtə arasında məsafəni tap gör nəyə bərabərdir? Birinci koordinat topları üzərində göstərirəm. Uşaqlar, indi bir dənə qaydaları yazıldığımıza salaq. Koordinat sistemində demişdik, x nə adlanır? Absis. Y nə adlanırdı? Ordinat. Sıfır nöqtəsi nə adlanırdı? Koordinat başlanğıcı. Birinci, hansı koordinat, nöqtənin hansı koordinatı gəlirdi? Absisi, yəni x-i. İkinci, ordinatı, yəni y-i. Bunları demişdik. İndi gəlin, bu iki nöqtə arasında məsafəni tapaq. Görə nəyə bərabərdir? Verilir bizə. Birinci nöqtələri tapıram, görüm harada yerləşir. 4'ə 2. X-imiz nədir? 4. 4'ə 2 deyirsə, yuxarı qalxmalıydı. Düzdürmü? Müsbət. 2. Nöqtəmiz oldu burada. 4'ə 2 nöqtəsi. Bu birisi nöqtəmiz nədir? -1'ə 2. 2 deyirsə müsbət, deməli yuxarı qalxırıq. Aha, verilir bu. A nöqtəsi oldu burada. Bu oldu bizim A nöqtəmiz. Bu oldu bizim B nöqtəmiz. Bizim mövzuda deyir ki, A və B nöqtəsi arasındakı məsafəni tap gör nəyə bərabərdir? Uşaqlar, bir dənə burada fikir verirəm. Əmələ gələn fiqur hansı fiqurdur? Baxın, bunu deyirəm ha. Əmələ gələn fiqurun düzbucaqlıdır. Və uşaqlar, düzbucaqlıda qarşı tərəflər bərabərdir demişdikmi? Yəni, bu məsafə nədirsə, gəlin, bunu işarə edin. Bu məsafə nədirsə, bu məsafədə odur deyə bilərəmmi? Səbəb niyə düzbucaqlıdır uşaqlar? Mən bilirəm ki, buradan bura məsafə nədir? 2 cm, düzdür? Buradan bura məsafə nədir? 2 cm. Çünki ikisinin də y-i nədir? 2 cm yuxarı qalxdır. 2. Və bucaqlar bu 90 dərəcə olduğuna görə, deməli bu fiqur düzbucaqdır. Qarşı tərəfləri bərabər və bucaqlar 90 dərəcədirsə, bu fiqurumuz olmuşdur düzbucaq. Deməli, məcburən buradakı uzunluq nədirsə, buradan bura qədər də olan məsafə həmin qiymətə bərabərdir. İndi siz mənə deyin görün, ədəd oxunda biz sizinlə keçmişdik. İki nöqtə arasındakı məsafəni necə tapırdıq? Ədəd oxunda iki nöqtə arasındakı məsafəni tapmaq üçün bir nöqtədən digərini çıxıb modulunu tapırdıq, düzdürmü? Və yaxud da ki, modulunu deməyin əvəzinə deyirdik ki, sağ tərəfdəki nöqtədən sol tərəfdəki nöqtə çıxılır. Aydındır bu hissəyə kimi? Deyirəm ki, sağ tərəfdəki nöqtədən 4 çıxılsın. Sol tərəfdəki nöqtə -1. Uşaqlar, -1'i, mənfini demişdik, həmişə mövzuda yazın. İstəyirsinizsə modulda yazın. Düzdür, bununla işləyəndə mən müsbət formasını alıram. Yazıram elə belə. Modulda 4 çıx nə verir? 2'lər çıx olanda plus. 4 plus 1. 4 üzərinə gəlsin 1 elədir. 5 modulda 5 demək uzunluq nəyə bərabər imiş? 5'ə bərabər imiş. Və yaxud da uşaqlar, bu birisindən də bunu çıxa bilərik. Demişdik ki, iki nöqtə arasındakı məsafəni tapmaq üçün birindən digərini çıx, modulunu tap. Sadəcə uşaqlar, bundan bunu çıxanda, -1 çıxılsın, dedim ki 4. Düzdürmü? Bu modulda ədəd, modul daxili ədəd mənfi alınır. Mənfidən də yenə də məsafə olduğu üçün həmişə müsbət çıxır. Fərqi yoxdur, hansından çıxırsan. Amma sağ tərəfdəkindən, bir daha deyirəm, sol tərəfdən çıxanda həmişə müsbət alır deyə daha rahatdır. Bura kimi problem yoxdur uşaqlar. Bir daha deyirəm. Baxın, bu niyə üfüqi düz xətt üzrə dedim? Üfüqi xəttə paraleldir.
Onda belə bir qayda deyək. Əgər üfüqi düzqət üzrə, yəni məsafəni istəyirsə, baxın, bunların y-ləri eynidirsə, x-lar bir-birindən çıxılır, məsafə tapılır. Qurtardı. Bu sayədə uşaqlar, problem yoxdur burada. Bu formada təyin olunur. Gəlin uşaqlar, şaqulunu ya da izah eləmirəm şaqulunu. Şaqulunu birazdan izah edəcəm. Bunu nümunələr işləyək, sonra şaquluya keçərəm. Bu formada təyin elədik. Baxaq suallarımıza. Belə bir sual verilir. Diğer nöqtələrin koordinatları da verilmişdir. Bunların hər birini yarışdırmışam, nöqtələri də qurmuşam. Və deyir ki, A və F arasındakı məsafəni tapın. Aha, birinci A-nın F arasında. A-nın F, yəni bu məsafə. Düzdürmü uşaqlar? Dedik, necə düzqətdir? Üfüqi düzqət. Onda nə qalmalıydıq? X-ları bir-birindən çıxmalıydıq, düzdür? Onda və yaxud da baxın, X-i nədir? 1. X-i nədir? -5. 1-dən çıxacaq -5. Yazıram. Modulu da yazım hətta. 1 çıxılsın -5. Bu da bərabərdir. 1 çıx elədir. Plus 5. O da elədir 6. Cavabımız oldu bu. Keçirəm bir də bəndinə baxıram. Verilib. R və B arasında. R və B. Nə qədər məsafən varsa işləyəcəm. R-nə B arasında məsafə. B-dən çıxacam R-i. 1 çıxılsın -3. 1 çıxılsın -3. O da bərabərdir. 1 çıx elədir. Plus 3. O da bərabərdir. Müsbət 4. Növbəti P və N arasında. P'nin koordinatlarını P və N. P, N. Aha. 4 çıxılsın. Bunun x-i nədir? 0. 4 çıxılsın 0. 4 çıxılsın 0 neçə eləyir? 4. Yazdım birbaşa. Bu daha rahat oldu. C və C arasında məsafə. C və C. Aha, bu. Deməli, 3 çıxılsın -3. Yazdım. 3 çıxılsın -3. Bu da bərabərdir. 3 plus 3 elədi. Bu da bərabərdir 6. Bir dərsində yazaq C və T arasında. C və T arasında məsafəni. C ilə T. Bu məsafə düzdürmü uşaqlar? Xəttimiz əli oldu. Aha. 5 çıxılsın 3. 5-dən çıxanda neçə edir uşaqlar? 2. Modunda yazsaydı da olardı, yazmasaydı da olardı. Növbəti keçirəm uşaqlar, aşağıda qalan bəndlərə S və T, Y və P, nöqtə bunları özünüz hesablayırsınız, tapırsınız. Diqqətlə fikirləşin. Keçirik ikinci suala. Deyir ki, nöqtələrin düzbucaqlı koordinat sistemini qeyd edin və onlar arasında məsafəni tapın. Gəlin, bir-iki dənə nöqtəni qeyd edək, arasında məsafəni tapaq görək neçəyə bərabərdir. Bu səni silək. Aha. Gəlin bir-iki dənəsini qeyd eləyə görə arasında məsafə nəyə bərabərdir? Odur bizim birimiz, bu oldu ikimiz. Verildi. A nöqtəsi -5'i 0, -5'ə, x-imiz -5, y-imiz 0. 0'dır deyə qalxmıram yuxarı. A nöqtəsi bu. B nöqtəsi -1'ə 4. -1'ə, -1'ə necə? 0. Hə, -1'ə 0. B nöqtəsi burada. Deyir ki, bu iki nöqtə arasında məsafəni tap. Dedik, qayda sabit. Sağ tərəfdəkindən sol tərəfdəyin çıxıram. Sağ tərəfdəyin hansıdır? -1. -1 çıxılsın. Sol tərəfdəyin hansıdır? -5. -5 yazanda mörtüsdə yazın. Bu da bərabərdir. Modulda -1
Çıx. Elədir. Plus. Baxın, bunun qarşısında işarə. Bu ədədə kimi işarələri nəzərə alıram. 2 dənə, bax bunun ucu nəzərə almıram. Ədədə qədər olan. 2 dənə mənfi var. 2 dənə mənfi elədir. Plus 5. Demişək, ədədlərdən biri mənfi, biri müsbət üstünə ayırırdı. Böyüdən kiçiyə çıxıb, böyün işarəsinin qarşısına yazır. Səbəb niyə uşaqlar? Biri borcdur, biri isə uşaqlar gəlir. Yəni bunlar əks şeylərdir. Biri var, biri çıxır, biri gəlir. Düzdürmü? Deməli, bir-birindən çıxılacaqdır, düzdürmü? İndi 5-dən 1 çıxanda elədi müsbət 4. Modulda da müsbət 4-dən çıxdı 4. Keçək. Bir dənə nöqtəni qeyd edirəm. B variantı. C. 0-a mənfi 1. 0-a x-imiz 0. Y-imiz mənfidir. Yəni bir addım düş aşağı. Oldu C nöqtəsi. H. Mənfi 3-ə mənfi 1. Mənfi 3-ə x-imiz mənfi 3. Bir addım aşağı mənfidir. H da burada. Deyək ki, C və H arasında məsafəni tap. Yəni bu məsafə. Düzdürmü uşaqlar? Yenə qayda eyni. Sağ tərəfdəyindən. Sağ tərəfdəyinin x-i nədir deyin görüm? 0. 0 perpendikülər indir. 0-dan çıxıram. Sol tərəfdəyinin x-i nədir? Mənfi 3. Uşaqlar, üfüq xəttidirsə, bir daha deyirəm. X-ları bir-birindən çıxırsınız. Y-lə sizin işiniz yoxdur. Onsuz da bunların y-i sabitdir. İşsin də y-i mənfi 1-ə bərabərdir. Aydındır. Sabit olanları, eyni olanları saxlayın. Fərqli olanları bir-birindən çıxın. Bu da bərabərdir. 0 çıx elədir. Plus 3. 0 plus 3 eləyir 3. Modulda 3-dən də 3 çıxır. Qalan yerdə növbəti bəndlər. Bir dənəsində yazıram sizin xətrinizə. D variantını. Qalanları özünüz işləyirsiniz uşaqlar. Mənfi 3-ə 5. Mənfi 3-ə 5. Mənfi 3-ə x-imiz mənfi 3. 5 yuxarı qalx. Nöqtə burada. K nöqtəsi. 3-ə 5. 3-ə 5. Bax, y-i eyni. Y-lər onsuz da bunlarda hamısında eyni olur. Sizdə üfüq üzrə olanda y-lər eyni olur. Şaqlı üzrə olanda birazdan işləyəcəyik. X-lar eyni olur. Siz x-lar fərqli, y-lər fərqli hələm keçmirsiniz. Onu məsələn x-lar fərqli, y-lər fərqli olan variantı da var uşaqlar. Məsələn deyə bilir ki, bu nöqtənin bu nöqtə arasında məsafəni tap. O şey başqa şeydir. Yəni kvadratlar hesablamalısınız, başqa bir hesablamalar aparmalısınız, sonra cavabı tapmalısınız. Onun gələcəyini 8-ci sinifdə sizinlə öyrənəcəyik. Amma indi bir dəqiqə, sizdə ya y-i sabit verməlidir, ya x-i sabit verməlidir. İndi y-i verib, y-i sabit verib, x-ları bir-birindən çıx. Yəni 3 çıxılsın mənfi 3. Modulda 3 çıxılsın mənfi 3. Bu da bərabərdir 3. Mənfi elədir. Müsbət plus 3. Bu da bərabərdir müsbət 6. Modulun mənası nə idi? Məsafə. Modul həmçinin necə ədəddir? Moduldan çıxan ədəd həmçinin necə ədəddir? Müsbət məsafə ömründə mənfi ola bilməz. Keçirik 3-cü sualımıza. Görək 3-cü sualda bizə nə deyir? Qalan yerdəki bəndləri siz özünüz həll edəcəksiniz. Verib. Görüm şəkillə işimiz olsa, bunun üstündə işləyərəm. İşim olmasa, birazdan silərik. Verib 3-cü sualda düzbucalı koordinat sistemi çəkin və verilən nöqtələri qeyd edin. Üfüqi parçanın uzunluğuna görə boş xanaya uyğun koordinat müəyyən edin. Neçə hal ola bilər? Aha, uşaqlar. Deyir. Nə deyir? Deyir ki, verilən nöqtələri qeyd edin. 2-yə 4. 2-yə 4. Nöqtə burada. Və bir dənə də nöqtə verilib. Neçəyəsə 4. Bilmirəm. Ya 3-ə 4, ya 4-ə 4, ya 5-ə 4, ya mənfi 1-ə 4. Onu bilirəm ki, 4-dür. Y-i bilirəm 4-dür. Və uşaqlar,
uşaqlar, arasındakı məsafə A ilə B arasındakı məsafə nəyə bərabər edirdik? 4 santimetrə. Uşaqlar, deyir ki, A ilə B arasındakı məsafə 4-dür. Bu zaman 2 hal mümkündür. Ya B nöqtəsi A nöqtəsinin sağındadır, yəni bax, Y-i 4-dür. Y-in 4 olduğu hallar hansılardır? Bax, Y bu düz xətt üzrə bütün nöqtələrdə 4-dür. Qalan heç bir yerdə 4-dür. Məsələn, bu nöqtəni götürsən, Y mənfidir. Bu nöqtəni götürsən, Y 2-dir. Sizə Y baxın B-də verilib. B neçəyəsə kvadrat yazıb. Kvadrata 4, yəni Y 4. Y-nin 4 olduğu nöqtələr bunlardır. Bura kimi aydındır. B nöqtəsi bunun üzərində istənilən nöqtədə götürə bilərsiniz, problem yoxdur. Keçdim və mənə deyir, AB arasındakı məsafə 4 santimetrdir. Bu zaman 2 hal mümkündür. Baxın, necə? Deyirəm ki, amma biz düz xətt üzərində fikirləşək də, mən nöqtə kimi hesablasa, bu düz xətt üzərində. Belə bir düz xətt üzərində ümumilikdə fikirləşək. Uşaqlar, deyirəm ki, məndən sizə qədər məsafə 4 santimetrdir. Ona 4 santimetrdirsə, ya sən burada durmuşsan 4 santimetr. Və yaxud da sən harada durmuşsan, burada durmuşsan, düzdürmü? İşte nədir 4 santimetrdir? Bax, eyni bir düz xətt üzərində, düzdür, burada da dursan 4 santimetrdir. Yuvarlaq formada fikirləşmə, düz xətt formasında fikirləş, bir daha deyirəm. Çünki burada düz xətt formasındadır. Müstəvi üzərindədir. Müstəvi üzərində fikirləş. Ya burada da dursan, mənə qədər məsafə 4 santimetrdir. Burada da dursan, mənə qədər məsafə 4 santimetrdir. Yəni, sənin üçün neçə hal mümkündür? Ya deyəcəm, burada dur, məsafəmiz 4 santimetr olsun. Bir hal. Bir halda deyəcəm ki, ya burada dur, məsafəmiz 4 santimetr olsun. 2 dənə hal mümkündür. Həmçinin nöqtə üçündə. Budur. Deyirəm ki, ya B nöqtəsi sağdadır. Sağda bir yerdədir. Məsafə 4 santimetrdir. Məsafə 4. Və yaxud da B nöqtəsi bu tərəfdə bir yerdədir. Məsafə yenə də 4 santimetrdir. B ya da buralıqdadır. İkisində də məsafə 4 santimetrdir. Bura kimi aydındır. Aydındırsa ala. Deyirəm, hə, tutaq ki, bunun üçün B-ni tapıram. Deyirəm ki, hə, 4 santimetr, 4 addım sağa gedəndə nə edir? 1 addım, 2 addım, 3 addım, 4 addım, 3 yox. X-i neçədir? 6. Həqiqətən də 6-dan 2-ni çıxanda bizə 4-ü verirmi? Deməli, bu nöqtə ola bilər 6-ya 4 nöqtəsi. Bir də 4 addım sola. 1 addım, 2 addım, 3 addım, 4 addım. Mənfi 2 verdi mi? Deməli, hə, X-i nədir? Mənfi 2-yə 4 nöqtəsi. 2 hal mümkündür. Aydındır uşaqlar. Hər iki halda ödəyir. Problem yoxdur. Aydındırsa, əla, qəşəng bir sualdır bu. Hətta bir dənə də bəndiniz işləyəcəm uşaqlar sizin üçün. Qalanlarını amma özünüz işləyin. B variantı. Verib. M mənfi 2'ye 0. Bir dənə verib. K neçəyəsə, bilmirəm neçəyədir. 0. Dedim. Yuxarıya baxmıram uşaqlar. Eyni bir şeyin üzərində, koordinat topunun üzərində quracam mən. Bir dənə işarə olunmuş ismi. Qəşəng gözüm görə bilsin. Aha. M mənfi 2'ye 0. X-imiz mənfi 2'ye. Deyir 0 qədər qalxma demək. M bura. Deyir ki, K nöqtəsi Y-nə bilinən 0'dır. Yəni, Y-in 0 olduğu hal hansıdır? Bu düz xətt üzərində istənilən nöqtədə Y 0'dır, düzdürmü? Biraz aşağı düşsən Y mənfidir. Yuxarı qalxsan Y müsbətdir. 0 olduğu hal sadəcə bu düz xətt üzərində. Və deyir ki, K və M arasında məsafə MK bərabərdir 1 cm. Deyirəm, hə, K-ya qədər məsafə 1 cm. 1 olmağı üçün ya K buradadır, 1 olmağı üçün ya da K buradadır. 2 halın içində doğrudur. Bura kimi aydındır. Deməli,
K1, K2 deyək. Deməli, bu nöqtə üçün K2 bərabərdir. Bərabər deyəsən, mörtəzə. X-imiz -3-ə 0. Bu nöqtə üçün isə K1 bərabərdir. K1 -1-ə, X-imiz -1-ə 0. 2 alır, işdə də mümkündür. Aydın uşaqlar. Bura kimi aydın sağlam. B, C və D variantını özünüz işləyirsiniz. Keçirəm şaquli düz xətlər üzərində yerləşən nöqtələr arasında məsafə. Gəlin bunu başlayaq. İndi gəlin bu koordinat oklarını silim, çünki çox qarışdırdıq. Bunun üstündə çox şey işarə eləmişəm. Karışmasın diye silim. Aha. Hansı ox oldu? Apsis. Hansı ox oldu? Ordinat. Bu ne oldu? Koordinat başlangıcı. 1, 2, 3, 4, 5. Lazım olsa artıraram. 1, 2, 3, 4, 5. -1, -2, -3, -4, -5. Yine de -1, -2, -3, -4, -5. Aha. Uşaqlar, indi şaquli nöqtələr arasında məsafə düz xətt üzərində verilmiş nöqtələr arasında məsafə. İndi başlayaq mövzumuza. Bayaq bizdə y-ləri eyni verirdi, x-ları bir-birinə çıxırdı. Üfüq oxu üzrə verirdi. İndi isə uşaqlar x-ları eyni verəcək, y-ləri çıxacaq. Yəni, nöqtə üzərində deyək. A verilib 3'ə 1 nöqtəsi ilə, deyir ki B 3'ə 5 nöqtəsi arasında məsafəni tap. Nöqtələr birinci qururam. Bax, x-ları eyni. 3'ə 1, 3'ə 1 nöqtə oldu burada. A nöqtəsi burada. B 3'ə 5, 3'ə 5 B nöqtəsi oldu burada. Deyir ki, bu iki nöqtə arasında məsafəni tap. Uşaqlar, bunu bizdən istəyir. Uşaqlar, yenə də, bax, bunu da qursuz. Burada düz-bucaqlı əməlcər deyə bilərəm. Buradakı məsafə nədirsə, buradakı məsafə də eyni qiymətə bərabərdir demək olar. Deməli, buradakı məsafəni necə tapırıq? Yuxarıdayından aşağıdayını çıxaq. 5 çıxılsın 1, 4 addım məsafə varmı? Məcbur burada 4. Yazıram. 5 çıxılsın 1. Yəni, ümumi qayda desəm, əgər x-lar eynidirsə, birinin y-indən digərinin y çıxılır və modulu tapılır. Yuxarıdan aşağıdan çıx ki, müsbət formasını birbaşa alasın. 5 çıxılsın 1, elədi 4. Bu da elədi modulda 4. Bu da bərabərdir müsbət 4-ə. Bu formada təyin olundu. Aydın uşaqlar. Baxın, şaquli xətt. İndi keçək suallar üzərindən baxaq. Verək. Görək nə verilir. Xırda bir qayda olaraq da yaza bilərsiniz uşaqlar. Burada elə kitabları verilən formada da yaza bilərsiniz. Və yaxud da deyə yaza bilərsiniz ki, üfüqi nöqtələr, üfüqi düz xətt üzərində verilmiş nöqtələr arasında məsafəni tapmaq üçün y-lər bir-birindən çıxılır. Y-lər deyirəm, x-lar bir-birindən çıxılır. Şaquli üzrə tapmaq üçün y-lər bir-birindən çıxılır. İndi birinci sualda bizə, birinci deyəndə dördüncü sualda bizə nə deyir? Verilib, bir çilən nöqtəni yazıram uşaqlar.
ABC arasında məsafəni tap deyir. AC, A-la C-ni işarə edeyim. Sonra AY, A-la Y-ni də işarə edəyərəm. Yeni. C-yi. Bir də ki, MN. A, C, Y, M, N. A nöqtəsi verilib. Burada 1'ə 5 nöqtəsi. C nöqtəsi 1'ə 3 nöqtəsi. Y nöqtəsi 1'ə -5 nöqtəsi. M nöqtəsi 4'ə 4 nöqtəsi. N nöqtəsi 4'ə -3 nöqtəsi. N 4'ə -3. Arası. İndi A və C arasında məsafə yuxarıdan aşağıdan çıx. 5 çıxılsın 3. Bu da bərabərdir müsbət 2. İstəyirsənsə modulda yaz. Problem yox. A ilə Y arasında məsafə A ilə Y. Yuxarıdan aşağıdan çıxıram. 5 çıxılsın -5. -5. Bu da bərabərdir. Modulda 5 çıx elədi. +5, 5 + 5 əvvəldə 10. Modulda 10'dan da 10 çıxır. C-Y bu 3 çıxılsın -5. Bu da bərabərdir. 3 çıx elədi. +5. Bu da bərabərdir 8'ə. MN. M'in 4 idi də koordinatı. 4 çıxılsın -2. 4 çıxılsın -2. Bu da bərabərdir. 4 çıx elədi. +2. Bu da bərabərdir müsbət 6'ya. Şey ifadənin qiyməti elədi 6. Qalan nöqtələri özünüz tapırsınız. Keçirik 5-ci suala. 5-ci sualda bizə nə deyir? Verilib bizə. Beşinci sualda deyir ki, nöqtələr düzbucaqlı koordinat sistemində qeyd edin və aralarında məsafəni tapın. Bir dənə bəndin yazacağım kifayətdir. -1'ə. -1'ə 0. 0 atdım, qalxdım. Belədir A nöqtəsi. -1'ə -8. -1'ə -8. Bu derece B nöqtəsi. Aha. Dedi yuxarıdan, yuxarının y nədir? 0. 0'dan çıxacaq -8. 0 çıxılsın -8. Bu da bərabərdir. 0 çıx elədi +8. Bu da bərabərdir müsbət 8. Moduldan da onsuz da müsbət çıxır. Növbətləri özünüz işləyirsiniz. 6-cı suala bir daha baxıram. 6'da bizə nə deyir? 6'da bir yaxşı sual. Uşaqlar dediyi məsafə onsuz da 2 dənə nöqtə üçün ödəyir. Eyni sualdır. Burada da yenə 2 dənə nöqtə üçün ödəyəcək. Verilib bizə 6-cı sualda. Deyir ki, AB bərabərdir 3 olarsa A nöqtəsinin koordinatı verilir. 2'ye kvadrat. B nöqtəsinin kvadratı verilir. B nöqtəsinin koordinatı verilir 2'ye 3. B nöqtəsi 2'ye 3. B nöqtəsinin koordinatı oldu bu. A nöqtəsi 2'ye bilmirəm neçədir. Bu düzqat düzəndə istənilən nöqtə. Bu düzqat düzəndə, gəlin bir də düzqatını çəkin. İstənilən nöqtə üçün ödəyir. İndi AB məsafəsi də verilib 3 cm. İndi bundan 3 cm aşağıda da ola bilər.
3 santimetr yuxarıda da belə ola bilər. 3 santimetr 3 qədər düşürəm. 3 qədər düşəndə bu nöqtə olacaqmı? Onda A nöqtəsinin koordinatı x-i 2-yə 0, y-i 0 olacaqmı? Bu 2-yə 3 nöqtəsində. Bu birisində 3 addım yuxarı qalxıram. 3 addım yuxarı olanda A nöqtəsinin koordinatı 2-yə x-im dəyişimi olsa 2-yə müsbət 6 olacaqmı? Elə bir ki, uşaqlar 3 addım yuxarı, 3 addım aşağı, 3 addım, 3'e çıxdım, 3 addım yuxarıda olanda 3 üstünə gəldim. Y9 üzrə getdik. X-in isə dəyişimi olsa. Növbəti bəndləri siz özünüz. Nöqtələr arasında məsafəni tapın. Eyni sualdır. 5-ci sualdan, yəni heç bir fərqi yoxdur. Eyni tipli suallardır. Gəlin, nöqtələr arasında məsafəni tapın. Uşaqlar, burada demir ha. Qur. Heç qurmuram. Gəlin, bir şeylərsə şifahi tapacağım. A verilib, -3'e 0. B verilib, -3'e 6. Y-lər fərqlidir. Y-lər bir-birindən çıxır. Böyüyündən kiçiyinə. 6 çıx 0. O da bərabərdir 6 3. Bu iki nöqtə arasında məsafə 6. Növbəti bənd C variantı, B variantı. C 4'e -2. H 4'e -3. -5. Aha. Hansı yuxarıda nöqtə yerləşir? -2. -2'dən çıxıram -5'i. Bu da bərabərdir. -2 çıx elədi +5. Bu da bərabərdir müsbət 3. Bir də C variantında yazaq. Verilib. Bu C üfüqi xətt üzrədir. C variantı olan. C 5'e 7. D -2'ye 7. Y-lər eynidir. X-ləri bir-birindən çıxıram. Sağ tərəfdə 5'dən çıxıram. -2 solda yerləşirdi. -2 solda yerləşir. -2. 5 çıx elədi. +5 2. Bu da bərabərdir 7'yə. İfadənin qiyməti elədi 7. Qalan yerdə qalan bəndləri özünüz. Verilən parçanın uzunluğunu tapın. 8-ci sual. Çox rahat. A variantı üçün şifahi deyirəm. 4 çıxılsın -3. O da eləyir müsbət 7. Həmçinin CD arasındakı məsafə. Y-lər bir-birindən çıxıran. 3 çıxılsın -3. O da eləyir müsbət 6. Qalan B, C və diametrini özünüz yazırsınız. Bura kimi problem yoxdur uşaqlar. Problem yoxdursa əla. İndi keçirək ardına. Bizə deyir ki, fiqurun təpə nöqtələrinin koordinatlarını müəyyən edin. Uyğun tərəflərin uzunluğunu tapmaqla bu fiqurun sahəsini tapın görün nəyə bərabərdir. Yaxşı, tapaq. Təpə nöqtələrini qeyd ediblər, özləri düzdür. Deyir tapdan. Yaxşı, tapaq. Verilib bizə. Bir ki, mənim işləyim. Aha. Verilib. A nöqtəsi -4'e 4. B 0'a 4. X'imiz perpendiküler indirse 0'a 4. C -4'e -1. Bir addım aşağı düşük diye -1. C yok D. D -4'e -1.
C'miz isə burada. Sıfıra, x'imiz sıfırdır. Sıfıra uyğun gəlir. Sıfıra mənfi bir addım aşağı düşür. Bu da C nöqtəsi. Aha, fiqur bu formada. Dedi koordinatlarını tap. Tamam, tap. Problem yoxdur. Sonra nə deyirdi? Uyğun tərəflərin uzunluğunu tapın və fiqurun sahəsini tapın. Uşaq fiqur hansı fiqurdur? Düzbucaqlı. Bu tərəfi tapaq, bu tərəfi tapaq. Elin uzunluğunu tapandan sonra bir-birinə vurmanız kifayət. Düzdürmü? AB arasında məsafəni tapırdıq. X-ları bir-birindən çıxırdıq. Sağ tərəfdən AB məsafəsi bərabərdir. Modulda sıfırdan çıxırıq. -4. Bu da bərabərdir. 0, mənfi edir müsbət 4. 0 plus 4 edir 4. AB arasında məsafə neçə santimetrdir? 4 santimetr. AD arasında məsafəni də tapsan, bir-birinə vursan kifayət edəcək. AD dedi, Y-ləri bir-birindən çıxırıq. Y 4, Y mənfidir. 4 çıxılsın mənfidir. Bu da bərabərdir. 4 çıx edir plus 1, bu da bərabərdir 5. Burada 5. Düzbucağın sahəsi S bərabərdir A vurulsun B ilə hesablandı. Bu da bərabərdir 4 vurulsun 5, bu da bərabərdir 20. Aydın uşaqlar. B variantı eyni sual. Uşaqlar sizi çaşdıra bilər burada C ilə D variantı. Səbəb niyə? Sizdə burada fiqur üçbucaqdır. Üçbucağın sahəsində siz hələm keçməmişsiniz. Amma bu üçbucağın sahəsini necə tapmaq olar? Bax, məsələn, buradakı fiqur, bax, B verilməsəydi, bunun üzərindən deyəcəm. B verilməsəydi, bu formada ABC, ADC üçbucağının sahəsi desəydi, baxın, üçbucağın sahəsi, bu düzbucaqlı üçbucaqdan söhbət gedir də, düzbucaqlı hissəsi. Düzbucaqlı üçbucağın sahəsi onun əmələ gətirdiyi düzbucağın yarısına bərabərdir. Yəni, mən bunu düzbucağı tamamlayardım elə. Görərdim ki, düzbucağın sahəsi nədir? Deyərdim 20. Deməli, burada üçbucağın sahəsi nədir? 20'nin yarısı 10. Aydın uşaqlar. Bax, burada düzbucağı tamamlayın. Bax, C variantında verilir. Qəşəcə, kitabın üstündə də eləmək olar. Düzbucağı tamamlasaz bir dənə. Görüm, görsənirmi? Gözləyin uşaqlar. Ay. Telefonun üstündə çəkmək olmur uşaqlar. Baxın, görün, görsənir. Aha, ən azından görsənir. Baxın, xəttlər. Gördünüzmü? Düzbucağı tamamladım. Burada olsun C nöqtəsi. Bir dənə C nöqtəsi verdim. Gördünüz? Hə, sonra tərəfi DC-ni taparam, DY-ni taparam. DC-nin uzunluğu nə eləyəcək? DC 3 çıxılsın -2, yəni 5 cm. DY-nin uzunluğu nə eləyəcək? 5 çıxılsın -1, yəni 6. 6 vurulsun 5, elədir 30. Ümumilikdə düzbucağın uzunluğu 30 cm-dir. 30'u da yarıya bölərəm, eləyər 15. Aydın uşaqlar. Bax, bu formada hesablamaq olar. Yəni onu düzbucaqlıya tamamlasanız yaxşı olar. Özünüz işləyin onu. Keçdik növbəti suala. Görək 10-cu sualda bizə nə deyir? Deyir ki, təpələri verilmiş nöqtələrdə olan düzbucağı çəkin. Bu düzbucağın perimetri və sahəsini tapın. Eyni sualdır. Deyir, düzbucağını çək. Sahəsini tap, perimetrini tap. Sahəsini dedik. Uzunluğu tapandan sonra nə var? En vur uzunluğu. Perimetrini necə hesablayırdıq? Yadınızdadır. Bütün tərəflərin cəmi. Yəni A plus B plus A plus B. Və yaxud da 2 dənə A plus 2 dənə B. Və yaxud da 2 vurulsun A plus B. Perimetri hesablayanda. Yadımızdadır uşaqlar. İstənilən formada hesablaya bilərsiniz. Qalanlarını uşaqlar 15'də daxil olmalı. Sizin özünüz fikirləşin tapın. 11-ci sual üçbucaq çəkin deyirsə 10 düzbucaqlı. Tamamla sonra hesabla. Sonra sahəsini hesabla. Aydınlısı uşaqlar əla. Növbəti dərsimizdə simmetriyanın yer dəyişimi haqqında danışacağıq.
Sağ olun, növbəti dərsimizdə görüşərik. Və uşaqlar, bəyənsiniz, bəyənməyi, abunə olmağı və şərh yazmağı unutmasınız, sevinərəm. Sağ olun, görüşərik növbəti dərsimizdə.